Vaxtınız xeyir olsun. Mən Osmanova Qərənfil Qərib qızı. İsmayılı rayonun Aşağı Baş kəndi. İşsizəm, iş istəyirəm. İsmayılı rayonunun kafeleri, restoranları, Yardımlıdan, Lənkərandan, Masallıdan, Səlyandan, Astaradan, Lerikdən gələn qadınları götürürlər işə, bizi götürmürlər. Nədir onlar? Yarım çılpaq gəzir, içirlər araqdan, çəkirlər sigaretdən, nə bilim nələrdən qəbul edirlər. Bunlar klient yığırlar, kişilərin üzünə gülürlər, pul qazanırlar. Bunları götürür işə, bizi götürmürlər. Elə hətta yaxınımda olan kafelərdə Lənkərandan, Səlyandan, Astaradan, Lerikdən, Masallıdan gəlmiş yarım çılpaq gəzənləri, sigaret çəkənləri, içki içib, alıkaşları, nadları, şıramları götürürlər işə, məni götürmürlər. İsmayılı rayonunun məşğulluq idarəsinə də 2020-ci ildən bəri adımı yazdırmışam. Məndən sonra ora gedənlərin hamısına məşğulluğun müdürü Mehman Kamarxozda yol süpürməyi verdi, mənə vermədi. Kamarxoza da gedib gəlirəm. 2020-ci ildən bəri oranın əvvəlki müdürü də Anar da məni allatdı ki, yer yoxdur. Hindiki müdürü Zaur da məni alladır ki, yer yoxdur. İşsizəm, iş istəyirəm. 2020-ci ildən bəri mən məşğulluğa Kamarxoza gedib gəlirəm. Mənə Kamarxozda xadiməlik vermirlər. Hamısına verirlər, kefləri istəyənə, məni adamsız görüb mənə iş vermirlər. Buradan deyirəm, Kamarxozun müdürü, üzümü tuturam sənə Zaur. Əgər bu may ayının 20-sinə kimi mənə Kamarxozda xadiməlik verməsən yol süpürməyi, iyun ayının 1-dən birbaşa bizimlə sən ATV-yə çıxacağım, deyəcəm ki, nətər olur, məndən sonra ora gedənləri hamısına yol süpürməyi verirsən, mənə çatanda deyirsən ki, yer yoxdur, 50 nəfəri çıxartıb, 55 nəfər qoyursan yerinə, onlara yer olur, mənə olmuyor, məni adamsız görüb məni alladırsan, onda bütün cənab prezident də, Mehriban xanım Əliyeva da eşdəndə nə cavab verəcəksiniz? Mən iyun ayının 1-dən bizimlə sən verilişinə gedəcəm, deyəcəm. Kafelər, restoranlar da adın çəkdiyim yerdən gələn alıkaşları, damara işləyənləri, pafrus çəkənləri, yarım çılpaqları götürürlər işə, məni götürmürlər. Kimlərlə danışıb, məni haqdan nə deyib, hamısını da efirdə deyəcəm. Məşğulluğun da, Kamarxozun da, əvvəlki müdürünün də, sonraki müdürünün də adını çəkəcəm. İsmailidə olan bütün kafelerin də adını çəkəcəm. Ora gətirdikləri alıkaşların da, hamısının da, hardan gəlmələrin adını çəkəcəm. Ondan sonra məndən daha inciməsinlər. İndi ki, mənə iş vermirlər, loğalanırlar, mən də helənçi valı obursu başını çörəcəm, hamısı üçün.